Videoya başlamadan önce kanalımıza abone olmayı unutmayın. Hoş izlemeler. Bugün senin şad günün, bugün senin imtihan günün. Duraya mektep starı bekliyor. Eşnot. Zə, günorta simeni olmaqdan uca səhərləri vəbşə dura bilmirsən. Xortdaya bilmirsən səhərləri. Günorta 12-də durursan duraya. Zə, əsnat. Kıtıptı, dur. Kıtıptı. Arkadaşlar Meryem yoktur, mekteptedir, Rabia de yoktur. Bunu turkusamıyorum. Esnat. Ay Esnat, go pəncərəni açım. Pərdən açım. Kəntinə gəl. Ay Əsnat. Zə imtahanındır sən, dur ayağa. Əsnat. Aşkım, ölüm sən üçün, Məryəm yoxdur, gün ortadır da elə aşkım. Bax, bacılar yoxdur, dur. 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 Hə? Oh, qudurdun aşı, dur ayağa. Dur. Əsi. İmtihanın deyə zə. Dur ayağa. Dur. Dur. Əl züvüyü. Dur. Haydi. Dur, gözləyirəm səni çöldə. Herkese salam. Nasılsınız? İyi misiniz? Şükür Allah'a gitti. Arkadaşlar bugün Əsnatın bu ilk imtihanıdır. Ona göre Əsnatı birlikte aparırıq. Bir nömrə ilə 2 nömrə uca məktəbdədirlər arkadaşlar. Şimdi Əsnatı şutlama zamanı. Bu arada bunun çox bilmiş cücələri böyüyüb. Gəlin bir də ona baxaq. Uşaqlar, bunun çox bilmiş cücələri böyüyüb. Uca qanatlarının rənginə baxın. Bilmirəm, görürsüz yoxsa yox, tavuk olmağa başlayırlar artıq. Şuna bakın. Görürsüz, rəngləri çıxır uca. Ağqarı olacaqlar. Arkadaşlar, Əsnat bunları böyütdü də, yəni mən əlimi sürmədim, Allah'ın olsun. Neyniyibsə öz eləyib. Yəni həqiqətən ilk dəfə idi bir cücəni böyüdə bildi, halaldır. Ay Allah. Ay. Nədir şivən? Nədir axı? Qanatlarının rənginə baxın. Əslində uca qutudan atlanırlar ha, biləsən. Uca böyüyüblər. Əhcələşim, səndən soz bişirim. Hə, bişirim səndən soz. Yaxşı, get şivən. Şivənin biri şivən. Əsas gəl formalı geyinək. Orada çıxmışdı da. Hadi gəl formalı geyinək. Evet arkadaşlar, kızçam geyindi. Əsnat, sənə bugün özgürlük, azadlıq, nə istəyirsənsə buradan Məryəmlə Rabia makyaj masasından duxu, saç spreyi, dodaq nəmləndiricisi sənin imtihanın olduğu üçün sənə bonus. Seç. Bax, Rabia'nın duxularından seç. Gəlsin evə qışqırtma olsun ona. Baxaq Rabia'nın nə duxuları var burada. Bu da dündən razıymış. Rabişin sumkasını eşiyor arkadaşlar. Rabia gör bunları gör. Yoksan burada sen öyvi yıkmışıq. Yok allıq yok, məktəbi yok aşkım, abartma. Gələrsən sonra vuraram onu, məndən sən söz. Rabişin parfümlərindən bax gör nəyi vurmaq istəyirsən. Seç bakalım. Gəl Məryəmin saç spreyindən vurum sənə. İndi saçlarımı darayacağıq, iyi yayılsın. Oh, bol. Yallah. Sonra. Ürəyin nə istəyir, özgürdür bugün sənə. Eş doyunca. Sən Rabia'nın rezinləri ilə yığım saçını. Hə? Sən? Tamam. Hardadır Rabia'nın rezin kutusu? Buradadır. Aç. Ürəyin istəyəni götür. Hamısı sənə bugün sərbəstdir. Hə canım. Bunu istəyirsən. Oha, etiket açılmamış, Rabia bizi cıracaq. Tamam, getdik. Götür, getdik. Nə? Deyə Rabia'nın duxusu budur. Amma bu yana qoyubsa deməli bunu çox da bəyənməyib. Götür, vur. Pısıldat getsin, sərbəstdir. Hə. Pısıldat. Nə oldu, gücün çatmır? Gətir, mən vurum. Ay Allah, uşağımın duxunu da səpməyə gücü çatmır. Xərəb eləyib Rabia bunu. Ay Allah. Gəl delin adam vuraq. Annenin duxusundan.
həm uğur gətirsin sənə, həm də Rabiyə böyük bir şok olacaqdır. Oh, mis gibi kokacaq indi qızım. Всё, getdik saçlarını hazırlamağa. Hazır mısın? Ruj yox. Çak bura, abartma, düş qabağıma. Arkadaşlar, Əsnatın saçını evdə daraq tapa bilmədiyimiz üçün Rabiyənin darağı ilə darayacağıq. Bizi öldürəcək, yəni biləsiniz. Əsnatın Rabiyənin rezini ilə də yığacağıq. Əsnat, bayaq nə deyirdin kuxnada mənə? Rabiyyə mən döyməm. Deyirəm ki, yo qorxma, mən səni qoruyacağım, qələt eləyir. Arkadaşlar, sabah ara katanlığım tutmuşdur. Gedək Əsnatın saçını yığaq, son 15 dəqiqəmiz. Evet arkadaşlar, evdən çıxdıq. Əsnatın imtahanına doğru gidiyoruz. Heyecanlı mısın? Heç heyecanlı yoxşamırsan, yalandan göpə basma. Mən video... Yeganə uşaqdır ki, o heç səndən qorxmur. Yaxşı ki, mən videoya başladım. Kondisioneri yandırdım, pəncərəni açdım, pəncərənin yanından qazel keçdi. Aləm dəydi bir-birinə. Nə var, kameranı yanımda götürməmişəm. Birdən səs yaxşı düşməz deyə narahatam. Şehriyar Eminiz bana kolaylık sağlıyor. Evet, elləşiyorum. İki tutun bura. İmtihandan... Eko. Nə? Eko. Ölərəm mən sən. Eko. Getdik arkadaşlar. Ya Allah, bismillah. Ne maşayla adam pisdir be ya. İkisi de yaxşı değil. Evet uşaqlar, çocuklarımı məktəbdən götürdük, gətirdik evə, yedizdirdik, içizdirdik, əyinlərini dəyişdilər. Çıxırıq, neçə müddətin maşınımız yoxdur yaxı, bütün işlərimiz tökülüb qalıb o işlərin dalıca. Rabiyə, niyə bugün mən qiymət gətirməmsən, cavab ver. Nə bilim nədir, qiymət nöş gətirməmsən mənə bugün. Səndən nə cəb çıxmayan iş? Məryəm, sən imtahanın necə keçdi? Yaza bildin. Sənin imtahanın necə keçdi? Əsnatın imtahanı keçib, mən düşürdüm. Əsnat gəldi bizim sinifə. Bu mənim sinifim vardı. Sənin sinif yoldaşlarım gəlir. Dedim, indi bunu aparım dərsə qoyum. Hə. Dərsi yoxumuş səndim. Saat 1-də başlayır da. Müəlliməsi gəldi, mən... 1 saat fərq var idi aralarında. Getdim, sinifini gördüm, başqa adamlar var. Dedi ki, burada bəs mənim sinifim. Öz sinifi tanıyırdı. Mən tanımırdım. Hə. Başqa adamlar vardı. Təzədən gəldi, oturdu mənim sinifimdə. Məryəm də gəldi. Ölərəm sənin üçün bu qədər detaya nə ehtiyac var idi? Ürəyim üzüldü. Sənə məktub yazdı. Ondan sonra biz... Arkadaşlar, Əsnat bugün məktəbdə bana mektup yazmış, babasına da yazmış, babası okumadı. Çünkü ben unuttum ona vermeyi, özür dilerim. Belə qalıb, Sideniya. Sideniyanın arasına broşka girib, qəzadan sonra olub yəqin. Mən Rabiyə, onu bir dənə burax. Əsnatın qucağını görmüsən? Sən rezinivi, etiketini heç çıxartmadığı rezinivi işlədib. Duxundan səpib. Məryəm sənin saç spreyindən səpib. Rabiyə sənin qırmızılı pamadanla sürtdü səhər imtahanı gedəndə dodanı. Qırmızı pamadanla sürməsin. Ona görə makyaj masan dağılmışdı bəyə. Allah'ın olsun, bax etiketi çıxmamış rezini. Götürdü, işlətdi. Məryəmin saç spreyini, yəni dağıdıb söküb də. Sən darağınla saçın daradı, Quranam olsun. Problem deyil, onu hər gün darayır gözümün. Sən utanmadın mı Rabiyənin etiketli rezini? Necə ürəyin gəldi? Özü deyib, açıb işlətməyə. aranı qatıb qanam. Belə ara qatan idimsə sən niyə taxırdın o rezini? Niyə taxırdın o rezini? Hə? Özün deyib sənə, yapayacağım. Sən bacımı çox istəyirdin, taxma. Dur da sən de oradan dondun qaldın orada. Sənin makyaj masan var. Qurana and olsun, bax bərəkət and olsun, soruşur nə allıkımı kim çıxardıb sumkamdan bayaq. Bax Qurana and olsun, sürtürdü zorla qabağını almışam ki məktəbə gedir. Məktəbə getsənə, mən heç məktəbə gedəndə makyaj eləmirəm. O ki, sənin imtahanında sürt. Qurana and olsun. Atanın canına and olsun, dedim allıkı qoyuram, məktəbə allıq vurmaq olmaz. Bax Qurana and olsun, sürtürdü. Düz verdim, astar istədi. Məktəbə nə anlakı sürsə? Hə? Nə göstərirsən? Ay sağ ol, düz deyir. Bax böyük bacındır sənin. Özlem belə eləyir videonun qabağında. Rabiyə məni döyər, nə bilim nə eləyər. Bax Qurana and olsun, indi baxarsan. Birdən ikiyə Rabiyə səni döyüb. Bax görsən ikinci yüzü nətər. Sən keçdim səndən. Duxumu bildim, yaxşı keçdim onda. Duxumu işlətdim. Özdə hansını işlətdi? Anan duxusu Delinanı işlətdi.
Ondan sonra yaş anlık bildim. Tümən üzümə ayıb olsun sən. Sen de sen de. Ara qatanlıq eləyir. Adam özünə böyle ara qatan deyən ayıb olsun sən Əsad. Çox ayıb olsun sən Əsad. Bacısının etiketli rezinini icazəsiz götürdü. Məryəmin hədiyyə verilən ad gündə saç spreyini vurdu. Tutarıb da içində. Hələ sənin bu şey... Sən 5 tane qramandasın. Sən təsəvvür elə sənin o plastilinlərin var ha, hədiyyə eləmişlər. Onu da açırdı qoymamışam hələ. Allah eləməsin. Hə, mallarınıza göz qoyacaq. Sərvət davası eləyəcək. Sizin əşyalarınızla İraq. Çox ayıb olsun. Dözməzdim mən sən bacılarımı yerinəsin. Özməzdim deyəsə mənə ürəyim gəlməz sözü. Görsən, onun ürəyi gəlmir sən pis sözdüsən. Rezinivin tükünü yoluxdurub buna bax, rezinivin tüklərinə bax, havada uçuşurlar. Yaxşı. Sana Allah'tan kolaylıklar diliyorum. İyi dövülme. Gitti arkadaşlar, şimdi 40'ın olacaktır. Maşında çok mutluyum ya. Arkadaşlar Rabia Meryem'in yatan yerde, ağzı açık yatan yerde size göstermemi rica etti. Niye görəsən? Neye göre Rabia biz senden bir... Maşında rahat yatamıram. Yatmışım bir gördüm ikisi de parmağını sokup ağzıma oynatılır. Durdum gördüm videonu tutup da belirledim. Şimdi sen de onu eyle. Bundan bir tane ver soyun. Arkadaşlar Şehriyar eminiz bizden yol kırağından bizim için Bizden yol durağından mandarin alıp pota pota. Bizden bir yeti mandarin yırdı. Gel. Soydu. Ben soyum. Gözde soyum. Ver soyum. Görün necə. Soruşdun önce. Yo, elimde kamera var idi ona göre. Kocuşum benden niye küsürək, elimde kamera var idi, ölüm sensin, ona göre ver soyum. Orada dolu. Sen kozuşu onu al. Unutmuram aşkım, ver lütfen. Ver. Doludur mandarin. Yaşay mandarin seçmişsən, iyi hoşuma geldi. Aha, Bismillah xortladı oyandı. Sen bir şey deyin. Biləm, mən video çəkmişdim. Bir oyaqladım. O bet soyun. Hə, vəçinə oyaq olur, həmişə. Nə vaxt baxsam, Məryəm qətiyyən yatmır ki, uşaqlar maşında heç arası yoxdur. Yəni alnının qırağı da zaten ona görə qızarmayıb yatdığına görə. Prosta özü üçün ora allıq sürtüb. Yəni qətiyyən alakası yoxdur. Çox sağ ol mandarinlərə görə. Səndən bu gün üçün son bir xahişim qaldı. O da mənə yemək almağındır çöldən. Çünki bayaqdan sən işləri və həll eləyəsən deyə səndən maşında gözləyirəm. Daha doğrusu sənin maşında gözləyirəm. O akşam da aşkım. Şehriyar eminiz artık bizi yalnız koyuyor, doğum günlerine gidiyor arkadaşlarıyla. Ona göre biz de akşam Nahide Bibigil'de atamızı gözleyeceğizdir. Neyse, ondan yiyeyim, sonra trip atarım. Deməli, uşaqlar, biz qərarsız qalmışıq. Hara gedək yemək yeməyə. Məryəmdən səs soraq İlk çıxmır. dəfədir ki, şok yaşayıram arkadaşlar. Məni çıxmaq Ya şart idi. tokdular. Mən yox, öz adınızdan danışın. Tokdular. Mən açım. İndi deyirəm ki, açsız, deyirlər Hə, mən hə. tokuy. Amma yeri, day sən də belə edirlər. Deyirəm, yaxşı, kim nə yer? Biri deyir, mən lahmacun istəyirəm, biri ki, şarmanı hazırlatdırdı, biri də pizza istəyir. Deməli, arkadaşlar, Əsnad lahmacun istəyir. Ölüm səçin, Aa. Nakış bibi gilə getməyin dərdidir ya bunlar. Abi nə getməyəcək ki, Nakış bebi ilə. Özüm ölüm. Niyə çay atar? Gedəcəkdim, fikrimi dəyişdim Niyə ömrüm. ki? Nə bilim, ürəyim belə istədi. Ay, yoxdur, demişəm. Niyə? Deməli, Nasıl qoyub? əlimdə 3 dənə yemək yerini nəzərdə Özü qərar verir hara getməlidir. böyüyüb də, aşkım. Deyəsə atam var, itirmə. Oo, Rabia'ya bir dənə alqışlar. Şəp 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 şəp. Rabia sən heç kəs alqışlamadı, mən Al oldu alqışladım. mənim böyük qızıma. Malades. Görürsən? Bu mikrofdur da. Mən əzəldən bu dünyaya gələndə mən dedim bu mikrofdur. Mən acam bunlar Dedilər qavga nə eləyirlər. mikrofdur? Dedim ki, Rabia mənim ağıllımdır.
Məryəm mənim saflığımdır, Əsnad mənim günahlarımdır. Mən bilirəm mən hardan vurulacağım da. Bu mikrofdur. Buna nə qədər Əlvin Rusun yedizdirim. Yəni xeyir olmayacaq. Ha, bu nə bilim, Allah'a qurban. Allah özü bunu xoşbəxt Bir edər. dəfə biz belə eləmişdik də aşkım. Hər kəs istədiyi yerə getmişdi, paylamışdın hamını. Gəl Əsnatı qoyaq bibisigilə. Biz gedək özümüz yemək yemək, gedəcəyimiz yerdə hamının istədiyi, nəzərdə tutduğu, öz istədiyim yerləri yığmışam barmağıma. Bir dənə barmağımı seçəcəksən, mən seçdiyin yeri deyəcəm sənə hara gedirik. Seç. Ha. Əsi bibigilə. Yox, Əsin aparırım bibilə. Hə. Dön ora, Əsi bibisigilə. Əsini mən qoyacağım orada. Görün sizə uşaqlar nələr yaşadacaq. Bar qısqanıyor. 4 gündə Əsnata cəza. 4 gün. 4 gün, ümumiyyətlə Əsnad bizi 4 gün boyunca... Nakışmı icazı istəyir. Yox, sən gətirib qoyacağım Nakış bibilə özümüz gedəcəyik. Yox, mən götürəcəksin. Yox, sən Aşkım həm orada, həm burada ola bilməzsən. Elə şey olmur axı, mən buna. Bir dənə mən alacam, olar mənim yemək məsələmi həll eləyə, xahiş edirəm. Seç barmaq. Əsin aparım atım ora. Ay, tələ yoxdur. Barmağı seç, acam barmağı seç. Mən seçim. Ha, bunu. Sən qışqırsan. KFC! Orada da KFC var. Oh my god. Ay mamacita! Maması Gita. Çak. Mən çepsiyim. Yeməyəsən? Rabia. Rabia ilə biz gedirik KFC arkadaşlar. Sen niye ac değilsen? Sup az yedin, şeydi. Böyle de bir şey yememişsin. Sərdə supu çox içdim. Rabi yemədim mən. Mən yalandan yediyim ac deyiləm. Mən mədəm böyükdür yəni. Ben acam. Şəxsən ben çok acam. Onda Məryəm istəsə Nakış bibigilə, istəsə bizlə, yalnız yemək yemir də, yəni takılmaq üçün gəlir. Hara ürəyini istəyirsən oranı seçsən. Rabişlə biz KFC tıkıyoruz. Şəhriyar da dilənçilik yapıyor yine bizim yanımızda. Bize yemek alacak, kendisine almayacak, bakacaktır bizim ağzımıza. Aşkım ben sen ne dedim, ben ne neysen. Özün dedin Nakış bibigilə getmək istəyirəm. Dadın dedi aparırım səni. Yolu girmişəm. Məndən yapışmısan. Aşkım ben sen de anlaydı bir yemeğin istiyorum. Ben yaz safeş ettim. Mənim nəsə burada daxil olduğum tema var. Bir şey demişəm mən. Mən yazdığım söhbətə heç adiyyəti yox. Evet arkadaşlar geldik KFC'ye. Şəhriyara para harcattık. Çok mutluyumdur. Yalnız bir dənə söz soruşmaq istəyirəm Məryəm xanım. Mən aç değilim. Ancaq kartoşka yiyeceğim dedikdən sonra nə sipariş elədiniz? Kartoşka. Yo, təkcə kartoşka. Alma ofisor sən gedəndən sonra. Qurana and olsun dedi burger istəyirəm. Sən yalandan deyil. Sən gedəndən belə Deyirəm sən anladır. Lənkərandayım bununla. Yo, ofişamı yeyəcək. Sabah sən Aşkım mən məzələnsən bu israfçılıqdır. Əgər aldırmısansa yeməlisən. Elə şey yoxdur mənim balam. Sən Şərir bu mənə dəli eləyəcək bugün. Aşkım dedim axımı. Səni elə qışqırdaram Məryəm. Ömür boyu qışqıra qalarsan. Ata yer. Bizə demədi burger alın. Hə. Necə istəmirəm? Mən ora göndərəndə demədim burger istəyirəm mən. Aşkım mən danışığım düşürüm ya sonra. Mən istəmirəm. Sən o burgeri versən var ha. Kışkırtma. Gəl indi sənə. Gözlə gör sənin başına oyun açıram. Səbirli ol. Tələsmə. Səni bura gəldiyi və peşman eləməsən mənim adım Ofeliya deyil. Gedirəm. Nə? Asmır. Qarşıda eləmək olmayacaq. Mahnıdır. Ay axır aldım. O asmır olmadı. Cəmaatın baş beyninə oturmaq oldu. Cəmaat çöndü sənə baxdı. Mışmula. Aşkım bu nə səs idi? Onu həll eləmirlər. Aşkım, Ay. söndüzə, vəhşi. Nə edirsiniz? O. Asmırı. Gəl, gətir sıfatı bura. Mən də asmır eləcəm. Baxın arkadaşlar. Sən Məryəmə asmır elə tutmuşam onun sifətini. Oh!
Dözməzdim Quran and olsun. Asmırıdır. Asmırıdır. Ayaqqabısını təpirləyir. Bir dəqiqə gözləyin, bir dəqiqə gözləyin. O ayaqqabılara mən pul vermişəm. Ay, siz nə tər adamlarsınız, hə? Ayakkabısından yaralıdır o. Uf, Rabiyə mən dözməzdim. Uşaqlar Məryəm 2-0 öndə gedir. Rabiyə pas vermədi. Rabiyə Məryəmə pas vermədi, qol ata bilmədi. Qol ata bilmədi. Məryəmin 3-cü qoludur. 2 şillə bir telefon oğurluğu ilə Məryəm 3 qolla öndədir arkadaşlar. Şalvar yox, mənim əziyyətimə yox, mənim əməyimi yox, mənim əməyimi yox. Rabiyə ayağımı sındıracam sən, mənim əməyimlə işin olmasın. Döy, gücün çatmır sən Məryəmə. Sən Məryəmə gücün çatmır. Gücün çatmırsan dözməzdim Məryəm. Nuş olsun indi sizə. Qırdırdım sizi bir-birimizə. Vay dədə, qırğın çıxacaq burada. Ay Allah, yaxşı. Məndəki iPhone, səndəki Samsung. Ay Allah. Ay, telefonlara əl qoyuram. Gəl. Ver. Ey. Rabiyə ver sana. Yox, ver. Səndən küsərim barışma. Yox. Rabiyə, Məryəm kodu açıq. Kodu Maryamdır, Maryam. M böyünə Maryam. Koda düşəcək telefonum eləmə. Aramı qatandan sonra mən. Oha arkadaşlar. Gəl Rabiyə. Gördüm. Telefonu ögələk et. Halal olsun. Git dəyiş indi təzədən. Mən burger qışqırtma. Demərəm indi görərsən. Heç demə, yadından çıxsa onu ustaya aparıb açdırmayacağam. Ama o kodunu bilirdim. Çünkü ben bilsem nereden bilirdim onun kodunu. Ya dedim Aslan koyar ya da burada demişti ki Meryem olsaydı daha geç olardı. Ondan bilirdim. Mən burger qışqırtması eləyəndə bilmirdin. Səni döydürəcəm, özdə Rabiyəyə döydürəcəm. Demərəm Ağlamamsan. o burgeri görərsən. Yemə, özüm yeyəcəm. O burgeri sən verməyəcəm. Rabiyə burgeri atışıb bir yerdə yeyərik. Ay. Yox demir, görsən. Şo. Arkadaşlar siparişlərimiz gəldi. Quzunu görən qurt kimi qaçıram mən. Məni bağışlayın. Şo, getdim yemək. Arkadaşlar, qurban olum Allaha, aman tamandım. Həyatımda ilk dəfədir ki, Əsnadın acığına yalvarıb bunları yeməyə gətirmişəm. Əsnad bizi görəcəksin, biliyorum. Əcəb, yanında partla çatla. Boynu o kadar kalsın. Arkadaşlar BBC-yə getməyinə bir şey demirik. Prosta bizim bugün dəhşətli dərəcədə çox işimiz var. Həqiqətən çox işimiz var. Və o sıxlıqda onu həm əyləndirməyə çalışırıq ki, ürəyi sıxılmasın, həm onunla bir yerdə video çəkməyə çalışırıq, həm düşmüş hisslərimizin dalınca bizi sıxışdırır dayanmadan. Nə vaxt gedəcək? Axırda bizim də opşi ailəlicə sabrımız daşı şutladıq onu ora. Özümüz də gəldik yemək. Bu arada həqiqətən özü gəlmək istəmədi. Vallahi bizim bir suçumuz yoxdur. Düşəndə heç arxasına baxmadan getdi. Şundan düşəndə istəyirdi məni də aparsın. Ürək belə deyirdi, cüp. İstəyirdi ki, sən də onunla bir yerdə yemək yeməyəsən. Nə deyirdi sənə? Kartoşka gətirəsən. Apararıq ona kartoşka. Davay nuş eləyin. Arkadaşlar gəldik Furqan Mebelə Lənkəranda. Ay Allah, qaldıramadım kameranı bir saniyə. Bilirsiniz də bizim əməkdaşlıq elədiyimiz və tez-tez gəlib getdiyimiz yerlərdən biridir. Lənkəranda yaşayanlar Furqan Mebelədə bizim üçün məktublar qoya bilərsiniz. Bakıda da var filanlar. De valla. Vallahi. Nə qəşəng divandır. Burada nə gördük, Bakıda da var. Biz divanımıza hələ tam dəqiq qərar verməmişdik, hə? Divanımızı çəkdilər. Ümumiyyətcə nədənsə başlayıblar uje. Hər şey başlayıb. Hər şeyə başlayıblar. Bir də taxtımızın matrasını tapa bilmirlər, ciddadır. Arkadaşlar mən yumru kravat sifariş vermişim öz otağım üçün, matrasını bulamıyoruz. Yumru matras satanlar varsa xahiş edirəm bizə ulaşın. Deməli nəfəsim kəsildi. Sonra şeydir. Geyinmə soyunma otağını Divanımız qabağa aramızda. salın xahiş edirəm. Yox, atmışam divanımı. Rəngini də atmışıq. rəngini Sarı də. divanımız olacaq uşaqlar. Getdiyimiz evlərdən, hətta orada YouTube videosu da çəkmişik.
birinin qonaq otağını mən o qədər bəyənmişdim, istirahət elədiyimiz evlərdən birinin. Demişdim ki, təzə evim olanda həmin evin qonaq otağını bu evdəki kimi eləyəcəm. Kişi qızı kimi sözümü tutdum. Artıq divanı hazırlanıyor. Yeni bir dənə dəst gəlir. Baxım. Məndən niyə küsən? Mənə bir çuko verib sürtməyə. Sənə allıq verdim o gün. Məryəm yatmışdı, xəbəri yox idi dünyadan. Bravo. Malı xoşlamır. Şuna bax. Eşitdin? Soydular bunlar məni. Bu inciməsin deyə ona nəsə verirəm. O inciməsin deyə buna nəsə verirəm. Özüm qaldım bəy quzu kimi ortaq. Sən kiko sürtdün. Bəs düzdür day. Sənə kiko vermişdim, bahalı kiko. Hanı o? Mən verməmişəm, Asiyə vermişdim. Özü əsl itirib onu. Hamımıza bir yerdə vermişdim. Əsl itirib. Ay sağ ol. Verirəm sürtüsən də. Nə kiko? Mən çukum var. Sən Mən kiko. başıma bədbəxtəm, məndə çuko necə yazır? Sən də mən kikomu sürtüsən də. Bu bir dəfəlik idi, o son 10 dəfəlik. Sən bir dəfə sürtmüsən bu günə kimi mən kikomu. Bunlardan kordular Allah olsun. Bəyənməyəm, mənim sözlərimi necə işlədilər. Sən türkcə pətbək deyirsən, olanlar. Sən də gözəl durmuyor, yakışmıyor hayatı. Zarafat elirəm, zarafat elirəm. Zarafat elirəm, koti. Zarafat elirəm. Nə dəsti gəlib? Şəhər səndən bir şey xahiş eləyə bilərəm. Bir dənə çön bura, çön bir dənə. Qurban olum Allah rızası üçün bir dənə xahiş elirəm. Yox, taş, kağıt, makas üstümə nöş gəlsən. Bir dəfə. Taş, kağıt, makas. Ay Allah! Bir dənə də. Qurban olum bir dənə nə olur. Taş, kağıt, makas. Niyə uduzuram mən? Onda onlar xahiş eləyim. Bura bax. Boy aynası, sandığı, güzgüsü, termosu, altı qapısı, tumbaları, havada 2300 manat. Onlar onda səndən bir dənə şey xahiş eləyirəm. Allah rızası üçün qurban olum. Mənim bu indiki evdəki otağım var ha. Ora üçün bir dənə altı qapılı şifaner al, makyaj masasını oradan çıxart. Yalvarıram, valla sığışmırıq evə. Valla paltarlarımı qoymağa nə polka var, nə beşulka var. Heç özümüz sığışmırıq, qalmışıq şifaneri arasıq. Nə olar, çıxart makyaj masası istəmirəm. Dəysin mənim başıma. Qurban olum, sən yalvarıram. Bir dənə şifaner al. Çıxart, onu da çıxart. Geyinmə, soyunma otağı, mən yerdə yatarım. Bir dənə şifaner al Allah rızası üçün. Valla evi yığışdırmağa. İndi yaşadığımız evə paltarları qoymağa yer tapmıram. Ortalıqda qalır, cəmat mənim üstümə düşüb. Aşkım bu paltarı mən hara eləyim axı? Valla yer tapmıram soxuşdurmağa. Ev dağınıqdır, Quran and olsun yığışmır. Bir dənə şifaner al Allah rızası üçün abim. Nə olar, yalvarıram aşkım. Bir dənə altı qapılı şifaner istəyirəm də canımı istəyirəm səndən. Daysan sən də ürəyin nəsə hansı? De Quran and olsun. Rədd buradan. Çok pis fake oldu. Merhaba. Bizim arkadaşlar bizim evimizde. Bax bizim otaqdan, bax belə bir taxt olsaydı orada, bax ora eynən ora uyğun taxt. Balaca belə. Balaca, hə. Bu taxtdan qoyulsa, bu taxtın böyrünə bir şifaner qoyulmalı. Uşaqlar, kravatımı satıram. Vallahi Quran and olsun. El işçiliğidir. Yəni hazır alınmayıb, düzəldilmiş mebeldir. Nə boydanadır, blogerlərin evində olan taxtdandır. Prosta mənim otağım balacadır. Bu gedib blogerlərin evində olan taxtdandır. Sən özün nə sanıyorsun? Bloger olan blogerlərin bəhsə çəkməyin bir başqa. İnsanda sadəliyin gücünə baxın arkadaş. Özün görmür. Mən özüm bloger bilsəm təkəbbürlənərəm axı. Allah sevmir təkəbbür. Bloger nədir ki? Yəni təkəbbürlənərəm ki, mən tanınıram, nə bilim, blogerəm. Zaten mənim biraz təkəbbürlənməyim də güclü olur. Ona görə mən şey eləmirəm. Mən tanınmıram, heç özümü də tanımıram. Sən qatıqladın şey. Mən bax, gəl belə eləyək. Bu kravat var ha. Bizim evimizdə 2 dənə yataq otağı var qonaqlar üçün olacaq yeni evimizdə. Bəlkə bir dənə belə kravat alaq qonaqlar üçün. Mən də onu deyirəm də. Ay Şəhriyar, Allahın olsun ağlıma bir fikir gəldi. Uşaqlar razısınızsa yorumlarda yazın. Mənim taxtımı apar qoy təzə evdə qonaqlar üçün yataq otağına. Bunu mən üçün al, yanında da bir dənə şifanerə. Mən öz kravatımı qurban verirəm sənə. Mənə niyə qurban verirsən? Gələn qonaqlara qurban edirəm. Hə, eləyirəm. Qurban olum ölüm ayağının altında. Ofeliya da üstündə yapışqanı ilə hədiyyə. Sən dairə krafat.
Aşkım birini verirəm qonaq otağına. Bunu indiki otağıma götürəm ki yer balacalaşsın. İki ortalık rahatımı verin. Ben bir qələt eləməyim ha. O dəqiqə atdan ol. İnşallah 2 mərtəbə 2 dənə kravatımız var. İkisini də çatdırıb bir dənə tak. Bir dənə 3 nəfərlik taxta. Nəysə yaxşı arkadaşlar biz getdik çəkilişimizi eləməyə. Kim Bax istəyir gedib. şəxsiz o bir şey Haydi. Bir saniye bunu koyayım. 2 dakikalık sizi öpüyorum. Ürəyinizdə 3'e kimi sayın gəlirəm. 1, 2, 3. Arkadaşlar geldik. Deməli orada da işimiz bitti. İndi mənim ağlıma çox gözəl bir... Deyirəm mənə hədiyyə elədim. Hə, deməli uşaqlar onu bağla bir dənə. Nə Neçə pəncərəni, neçə gündür maşınımız olmadığı üçün Lənkəranda rentekardan maşın götürürdük. Bizə bir dənə maşın hədiyyə elədi. Bize 3 tane maşın duxsu hədiyyə elədilər. Arkadaşlar bunu niyə? Biz getdik, Şəriyel getdi rentekardan soruşmağa ki, sizin maşınları götürəndə maşın duxsu var idi. Onun iyi o kadar yayılırdı ki, çox həddindən artıq yayılırdı. Biz götürüb qoyurduq qapının qırağına ki, biraz azalsın. Həyatımızda ilk dəfədə bu qədər yayılan maşın duxsu. Qəti reklam deyil ha, yəni cəmaatın şəxsi malı zadı deyil, satışda olan. Özləri üçün alırlar. Şəriyel getdi soruşmağa ki, şeydə hardan alırsınız? 3 dənə Şəriyelin maşın duxsu hədiyyə elədilər. Arkadaşlar paramı çıxartmışımdı. Rentekarın pulunu təzədən rentekardan geri aldı o 3 gün maşın götürməyinin pulunu. Nəysə, yeni bir video Çox sağ fikrim. olsunlar. Əgər bu videoya baxacaqlarsa görsün. Sosiala baxmırdılar axı. Hə, sosial prosa baxmırlar. Deməli İşdə arkadaşlar, biləm də qohum tanışdan görən olsa, hə. Oscar Rentekar'a təşəkkür edirəm. Deməli arkadaşlar, şeydir, nə deyəcəydim? Ağlıma çox gözəl bir video fikri gəldi. İndi gedirik sizin üçün onunla çəkməyə. Burada videomuzu sonlandırıram. Bugün mənim üçün maraqlı keçdi. Neçə gün maşınımızın olmamağından sonra bugün çox ürək açıcı keçdi. İstədiyimiz hər yerə vaxtında. Sabahda arkadaşlar Halloween partidir. Kim gəl? Sabah gedirik Ha. Halloween-a. Sabah Halloween partidir. Məktəbdən çıxan kimi gedirik Halloween partiyə Saat Cafe axşam City. saat 6-da. Kim gəlmək istəsə gələ bilər. Çünki Cafe City'yə yazıb qeydiyyatdan keçməlisiniz amma parti üçün. Yəni belə yerlər gələnlər məhduddur tapmazlar dostlar. yer. Evet. Videonu burada sonlandırırım. Gedirəm sizin üçün başqa bir video çəkməyə. Sabahki videoda çox maraqlı olacaq. İzləmədə qalın. Videomuzu bəyəndinizsə olacaq. Kanalımıza abone olup like atıp yorum yazmayı unutmayın. Maçı güçlü.